Masallıda məşhur pəhləvan, Yunan-Roma güləş üzrə SSR idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, coğrafiya müəllimi Nadir Yaquboğlu Ağayevin 90 illik yubileyinə həsr olunmuş Nadir Ağayev 90 Elm və İdmanın Zirvəsi adlı elmi-praktik konfrans keçirilib. Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir Masallı Asan Həyat kompleksinin Cinema Time kino zalında gerçəkləşib. Konfransda tanınmış ziyalılar, idman mütəxəssisləri, media nümayəndələri, elm və təhsil işçiləri iştirak ediblər. Konfrans ümummilli lider Heydər Əliyev, pəhləvan Nadir Ağayev və şəhidlərimizin anımı ilə başlayıb. Tədbiri açan Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov bildirib ki, çoxları tərəfindən yalnız pəhləvan kimi tanınan Nadir Ağayev həm də pedaqoji fəaliyyəti və elmi tədqiqatları ilə yüksək nüfuz qazanmış ziyalı olub. Rusiya Federasiyasının əməkdar məşqçisi, Şimal-Qərb Federal Dairəsi üzrə Güləş Federasiyasının prezidenti, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi, Nadir Ağayev turnirlərinin sponsoru Məşkur Qasımov çıxışında məşqçisi olmuş Nadir müəllimin Azərbaycan idmanının inkişafındakı əvəzsiz rolundan danışıb. Nadir müəllimin tövsiyələrindən biri də ilgər kimi yadımdadır. Deyirdi ki, ola bilsin ki, siz hamınız pəhlivan olmayasınız, güləşçi olmayasınız. Amma siz səviyyəti yararlı insanlar olacaqsınız, onu biləsiniz. Bildiyiniz kimi Nadir müəllim idmançı olmaqla bərabər həm də coğrafiya şünas da olur. Yaşlı nəsil, orta nəsil Nadir müəllimin fədakarlığını, işin görürlər, gözləri ilə görürlər. Amma bu gənc nəsil Nadir müəllimin gördüyü işləri, necə deyərlər, gözləri ilə görməyiblər. Bu filmin də çəkilməsində əsas səbəb ondan ibarətdir ki, siz Nadir müəllimin gördüyü işləri, əməlləri görəsiniz. Biləsiniz ki, Nadir müəllim necə insan olub, necə məşqçi olub, necə pedaqoq olub. Beynəlxalq dərəcəli idman ustası Əli Əliyev isə ustadının yalnız qəhrəman idmançı yetişdirmədiyini, eyni zamanda xarakteri möhkəm, milli ruhlu gənclər formalaşdırdığını söyləyib. Konfransda beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının əməkdar məşqçisi Qərib Əliyev çıxış edərək onun idmançı və məşqçi kimi fəaliyyətindən danışıb, güləş öyrətməklə yanaşı həyat dərsi də verdiyini bildirib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Cənub bölgəsi üzrə nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri Akif Ağayev ustadın həm güləşin, həm də tarix-coğrafiya elminin təbliğində apardığı dəyərli işləri diqqətə çatdırıb. Tədbir çərçivəsində ustad pəhləvanın həyat və fəaliyyətindən bəhs edən Pəhləvanın Sərnaması sənədli filmi nümayiş etdirilib. Filmin ssenari müəllifi Akif Ağayev, quruluş və təsvir rejissoru Elsəvər Əliyev, montaj rejissoru isə Faiq Mirzədir. Film Nadir Ağayevin zəngin ömür yolunu ekran vasitəsilə geniş auditoriyaya çatdırıb və böyük maraqla qarşılanıb. Tanınmış rejissor və aktyor Elçin Məmiyev çıxışında filmin hazırlanmasının mənəvi məsuliyyətindən danışaraq vurğulayıb ki, bu ekran əsərində bir pəhləvanın deyil, bütöv bir nəslin formalaşmasında rolu olan maarifçinin ruhu yaşadılıb. Konfransın sonunda Nadir Ağayevin irsinin təbliğinə verdikləri töhfələrə görə bir sıra şəxslər Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən təltif olunublar.